Ümmü Gülsüm Sadıqzadə 1900-cu ildə Bakının məşhur Novxanı kəndində dünyaya göz açır. İlk təhsilini atası, kəndin ruhani, sayılıb seçilən nəslindən olan Molla Əbdüləziz kişidən alır. Daha sonra ərəb, fars və rus dilini öyrənir. Kiçik yaşlarından etibarən ədəbiyyata marağı oyanır. 1909-cu ildə ilk şeirini yazır. 14 yaşında artıq dövrü mətbuatda Ümmü Gülsüm imzalı hekayələr dərc olunur. 1914-cü ildə Vətən Sevgisi hekayəsi Diriliş jurnalında yayımlanır. 1915-ci ildə Qurtuluş jurnalı müsabiqə elan edir. Müsabiqəyə Solğun Çiçəklər hekayəsini göndərən Ümmü Gülsüm qaliblərdən biri olur. Ümmü Gülsümün qələmi sərt, kəskin, çılğın, iti idi. Misralarında milli ruh, istiqlaliyyət, hürriyyət sədaları aydın görünür. Şeirlərində Türk yurdunun əsarətdən qurtulmağa, Türk oğullarını oyanmağa, mübarizəyə səsləniş hiss olunurdu. Ondakı hürriyyət sevdası boşuna deyildi. Bacısı Ümmülbani ilə evlənmiş əmisi oğlu Məhəmmədin Rəsulzadə və qardaşı Məhəmməd Əli istiqlaliyyət uğrunda mübarizə aparırdılar. Əsərləri İqbal, Yeni İqbal, Açıq Söz, İstiqlal, Ədəbiyyat, Şərq Qadını, Qurtuluş, Diriliş, Məktəb, Qardaş Köməyi və bir sıra qəzetlərdə, jurnallarda dərc edilir. Yazıcı, tərcüməçi və pedaqoq Seyid Hüseyn Sadiq mətbuatda yazıları dərc olunan Türk sevdası, şücaəti ilə seçilən gənc xanımdan xoşu gəlir. Ümmü Gülsüm imzası artıq tanınsa da kimliyi bilinmirdi. Onları Ölülər tamaşasının çıxışında Hüseyn Cavid tanış edir və bir müddət sonra elə Hüseyn Cavid Rəsulzadələr ailəsinə Seyid Hüseyn Sadiq üçün elçi gedir. Ancaq 1917-ci ildə şairin anası vəfat etdiyi üçün onlar nişanlana bilmir. Daha sonra isə erməni təxribatları, törətdikləri faciələr, Bakıdakı hərc-mərclik və istiqlaliyyət uğruna döyüşlər səbəbilə evlilik prosesi təxirə salınır. 1918-ci il 15 sentyabr Nuru Paşanın komandanlığı ilə Bakı işğaldan azad edilir. 2 gün sonra 28 mayda qurulan Cumhuriyyətin paytaxtı Bakıya köçürülür. Şairə "Ey Türk oğlu, Türk ordusuna, çəkil dəf ol, əsgər anasına", yurdumuzun qəhrəmanları kimi şeirləri ilə zəfərin qəhrəmanlarını yada salır, "Yollarını bəşlərdim" şeirini Nuru Paşaya ithaf edir. Poeziyasının ən məhsuldar dövrünü yaşayır. 1920-ci ilin əvvəlində Ümmü Gülsüm Seyid Hüseyn ilə ailə həyatı qurur. Fikrində hür diyarda yaşamaq və yaradıcılıqla məşğul olmaq istəyinin dolandığı ərəfədə 1920-ci il aprel ayının 23-də Azərbaycan Cümhuriyyəti süqut edir. Parlament binasından üçrəngli bayraq endirilir. Məşhur bayrağı minərkən hicran şeirlərini yazır.